Hər bir kəsi salamlayıram, dəyərli abituriyentlər. Bu günlərim sizi 3-cü qruplar haqqında danışacağım. Bütün ixtisasları, universitetlərin hamısını məlumat verəcəm. Geniş bir video olacaq. Deməli, 2026-cı ildə 3-cü qrupda ixtisaslar bu şəkildə formalaşmışdı. Hansı ixtisaslar yaxşıdır, hansı ixtisaslar pisdir, hansı ixtisası hansı universitetdə oxusaq bizim üçün daha yaxşı olar. Bunları sizə qeyd edəcəm. İlk öncə kimlər əgər ixtisas seçimi bizlə eləmək istəyirsə 994 99 702 54 44 nömrəsindən WhatsApp əlaqəsi zənglə əlaqə saxlamaq istəyirsinizsə 0900 051 318 99 21 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Gəlin keçək videomuza. İndi bu videoda da təbii ki, əgər kimlərsə tutaq ki, müstəqil ixtisas seçimi eləyəcəksə, müstəqil ixtisas seçimi eləmək istəyənlər üçün də bir dəstək videosudur. Deməli, Bakı Dövlət Universitetindən başlayırıq. Keçən il Bakı Dövlət Universitetində bal olub 572. Yoldaşlar, mən balların enməyi və ya qalxmağı ilə bağlı bu videoda danışmayacağam. Bu videoda da əsas danışacağım hansı universitetdə hansı ixtisasın seçilməyi ilə bağlıdır. Çünki hələ statistika jurnalları çıxmayıb. Biz bunları analiz eləməmişik, keçənlə müqayisə eləməmişik. Amma ümumi düşünsək, bu ilin keçənlə nisbətdə buraxılış imtahanlarının daha çətin deməyək, biraz fərqli şəkildə olması və s. təbii ki, ballara təsir eləyəcək. Bunu isə biz statistikada görəcəyik. Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasını Bakı Dövlətdə oxumağa dəyərmi? 100% dəyər. Deməli, Bakı Dövlət Universitetində tarixdir, hüquqdur, riyaziyyatdır. İndi 3-cü qrup nəzdində deyirəm, Azərbaycan dili ədəbiyyat müəllimliyi mütləq şəkildə oxumağa dəyər. Yəni, bu ixtisası 500 kim 80 bal toplayıb və müəllim olmaq istəyirsə, yəni mən tək məsləhət görəcəyim ixtisas budur. 100% yaza bilərsiniz. İkinci ixtisas xüsusi pedaqogika ixtisasıdır. Xüsusi pedaqogika ixtisası bir də Azərbaycan dili ədəbiyyat müəllimliyini harda oxuya bilərik? Pedaqoji universitetdə oxuya bilərik. Yaxşı şəkildə. Bir də Azərbaycan Dillər Universitetində. Yəni, bu iki alternativi də göz önünə gətirə bilərik. Regionlarda oxumaq istəyiriksə, təbii ki, Qarabağ Universitetini də biz deyə bilərik. Yəni, əgər kimsə Azərbaycan dili ədəbiyyatla maraqlanırsa. Xüsusi pedaqogika ixtisası bilirik ki, əvvəlki adımla desək, korreksiyeci təlim ixtisasıdır. Burada xüsusi uşaqlarla, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləməkdir. Bu da təbii ki, güclü psixologiya tələb eləyir. Yəni, bunları kim əgər özündə formalaşdıra bilirsə, şəxsi olaraq ixtisası seçə bilər. Lakin sırf Bakı dövləti seçmək üçün, sırf Bakı dövlət da oxumaq üçün xüsusi pedaqogika seçilə bilərmi? Məncə xeyr. Yəni 458 balla özəl universitetlərdə ingilis dili müəllimliyi ixtisasını oxumaq mənim üçün daha üstündür. Bu mənim şəxsi fikrimdir və mənə görə ixtisas seçimləri necə olmalıdır? İxtisas seçimləri universitetə görə yox, ixtisasa görə olmalıdır. Tarix müəllimliyi ixtisası 515 balla kifayət qədər ideal bir ixtisasdır seçilmək üçün. Tarix müəllimliyi tədrisi ingilis dili isə ondan da daha idealdır. Mükəmməl ixtisaslardır hər ikisi. Təhsildə sosial psixoloji xidmət. Məsələn, 481 balla təhsildə sosial psixoloji xidmət oxumağa dəyərmi? %100 dəyər. Nəyə görə dəyər? Gəlin onu sizə danışım. Deməli, magistrda siz bu ixtisas əl verir ki, magistrda Azərbaycan Tibb Universitetində oxuya bilərsiniz klinik psixologiya. Və bu klinik psixologiyanı oxumağınız sizə artıq magistr dərəcəsində psixoloji anlamda, yəni bir həkimlik dərəcəsi kimi sizə verə bilər, yəni klinikalarda və s. işləyə bilərsiniz. Beynəlxalq münasibətlər TC-də yaxşı ixtisasdır, və lakin mən bunun Azərbaycan dilisini məsləhət görmürəm. Sən əgər beynəlxalq münasibətlər oxuyacaqsınsa, tədris ingilis dilində oxu, mütləq şəkildə. Və bunun da kifayət qədər balı var. TC6 qrupu üçün 499, yəni 407, 481 balla sırf beynəlxalq münasibətlər oxumaq mənasızdır. Dövlət və ictimai münasibətlər, yenə bunun dövlət və ictimai münasibətlərin də eyni şəkildə ingilis dilisində oxumağı daha yaxşıdır.
Nəinki və yenə deyirəm, dövlət və ictimai münasibətlərə görə oxumaq istəyirsinizsə, bunu təbii ki, %100 baş dövlət universitetində oxumalısınız. Fəlsəfə ixtisas deyil, yazmağa dəyməz. Filologiya ərəb dilidir, filologiya fars dilidir, filologiya türk dilidir. Bunların qəti şəkildə yeri yoxdur. Yəni, əgər sırf Bakı dövlət istəyirsinizsə, belə yazmayın, qardaş. Yəni, bu ixtisaslarda mən gələcək qəti şəkildə görmürəm. Filologiya Azərbaycan dili ədəbiyyatı üzrə, filologiya yenə Azərbaycan dili ədəbiyyatı üzrə. Təbii ki, bunun biri qiyabidir, biri əyanidir. Təbii ki, bu ixtisasları artıq oxuyandan sonra bu uşaqlar, bu nazirliyin indiki qaydasıdır, indiki yeridir. Yəni, filologiya Azərbaycan dili ədəbiyyatı oxumaqdansa, regionlarda Azərbaycan dili ədəbiyyat müəllimi oxumaq daha yaxşıdır. İndiki yeni qərara əsasən, əgər magistrda metodika oxuduğunuz təqdirdə MİQ imtahanına buraxılacaqsınız. İngilis dili ədəbiyyatı üzrə də oxumaq istəyirsinizsə, baş dövlət yox, Azərbaycan Dillər Universitetində oxumağınız yenə daha məsləhətdir. Hüquqşünaslıq ixtisası təbii ki, %100 oxunmağa dəyər bir ixtisasdır. Hüquqşünaslıq Bakı Dövlət Universitetində məncə normal səviyyədə tədris olunur. Tədrisi ingilis dili hüquqşünaslıq isə 3-cü qrupun pik ixtisasıdır. Mükəmməl ixtisasdır. Kitabxanası və informasiya fəaliyyəti oxumaq yerinə, vallahi yenə deyirəm, özəllərdə və yaxud da region universitetdə ibtidai sinif müəllimliyi oxumaq daha yaxşı. Politologiya Azərbaycan səviyyəli ixtisas deyil, qəti şəkildə seçməyinizi məsləhət görmürəm. Gələcək iş imkanları sıfırdır. Regionşünaslıq Qafqaz ölkələri üzrə. Regionşünaslığı sadəcə mən məsləhət görəcəyim regionşünaslıqlar hansılardır? Bir Qafqaz ölkələri üzrə olan regionşünaslıqdır. Bir də təbii ki, bunun ingilis dilisində olanı. Qalanlarını da çox məsləhət görmürəm. Digər var Dillər Universiteti sizə göstərəcəm. Orada da bəzi bunlardan fərqli olan regionşünaslıq var. Tarix ixtisasını, yəni tarix oxumaq yerinə tarix müəllimliyi ixtisasını oxumaq daha yaxşıdır. Mütləq şəkildə tarix müəllimliyini oxuyun. Baxın, tarix tədris ingilis dilində ilə, bir də baxırsınız bura nəyə? Tarix müəllimliyi tədris ingilis dilində və bunların ballarına fikir verin. Biri 527, biri 562. Bunu şagirdlər sırf o müəllimlik sözünə olan antipatiyaya görə seçmirlər. 100% yanlış bir məsələdir, yanlış baxış açısıdır. Tarix oxuya bilərsən, tarix müəllimliyi də oxuya bilərsən. Fənlərinin 90% eyni olacaq. Bu birinci məsələ. Tarix oxuyan tarix müəllimi işləyə bilmir, amma tarix müəllimliyi işləyən həm tarix olaraq tarixçi kimi fəaliyyət göstərə bilər, həmçinin müəllim kimi fəaliyyət göstərə bilər. Ona görə də yenə deyirəm, tarix müəllimliyi daha yaxşı ixtisasdır. Tərcümə ərəb dili üzrə, tərcümə fars dili üzrə məsləhət deyil. Muzey arxivinin qorunması, sosial iş olsun, yenə məsləhət deyil, qardaş. Onunsa sosial iş oxuyanların hamısı gedir MBA oxuyur. Yəni burada 536 balın var sənin. Get ingilis müəllimliyi oxu, get Azərbaycan dili ədəbiyyat müəllimliyi oxu. Yəni qəti şəkildə jurnalistika təbii ki, həvəs məsələsidir mənə görə. Jurnalistikanı oxuyan sadəcə həvəsli şagirdlər olmalı. Başqa cür mən məsləhət görmürəm. Baxın, demək, sizə bir şey göstərim. Burada sosial işin balı neçədir? 536, görürsünüzmü? Və Azərbaycan Dövlət Pedaqoji Universitetində nədir? Azərbaycan dili ədəbiyyat müəllimliyinin balı 522 baldır. Sizə %100 əminliklə deyirəm ki, Azərbaycan dili ədəbiyyat müəllimliyi, baxın, bu sosial iş ixtisasından 5x daha yaxşı bir ixtisasdır. 5x. Yəni 100% sadəcə sosial işin müəllimlik sözünə başa düşürəm. Bəzi uşaqlar müəllim ola bilməz. Bu aydın bir məsələdir. Amma bəzi uşaqlar isə sırf buradakı müəllimlik sözünə görə antipatiya duyurlar ixtisasa. Gedərlər filologiya və sair seçirlər. Qardaş, yəni riskli şeylər eləməyin. İxtisas seçimi eləyəndə də bu tip məsələlərə %100 diqqət edin. Məsələn, xarici dil müəllimliyi ingilis dili mükəmməl ixtisasdır. Təbii ki, bunu Xəzərdə, mütləq şəkildə Xəzərdə əgər balınız çoxsa seçməyi və yaxud da digər variant Dillər Universitetində seçməyiniz öncəlikdir. Amma yenə də deyirəm, Pedaqoji Universitetdə xarici dil müəllimliyi yüksək səviyyədə keçirilir. Fransız dili üzrə yenə deyirəm, hələ ki Azərbaycan səviyyəsində o qədər də deyil. Yəni 344 balınız varsa gedin siz region universitetlərində ibtidai sinif müəllimliyi oxuyun və yaxud da təhsildə sosial psixoloji xidmət oxuyun. Xüsusi pedaqogika haqqında danışdıq. Yenə deyirəm, 447 balım varsa mən seçmərəm bu ixtisası. İbtidai sinif müəllimliyi 431, 475. Əgər həvəs olduğu təqdirdə bu ballarla seçim eləmək olar. İbtidai sinif müəllimliyi ingilis dilində bu mükəmməldir. Məktəbə qədər təhsil zaten bilirsiniz. Təhsildə sosial psixoloji xidmət haqqında danışdıq. Mütləq şəkildə seçilə biləcəyiniz ixtisasdır. Filologiyada haqqında danışdıq. Metodika
keçməlisiniz. Məsələn, burada 411 balla mən Azərbaycan dili ədəbiyyat müəllimliyi Şamaxı filialını daha üstün görürəm. Xüsusi pedaqogikadan və s. axır. Burada isə görürsünüz ki, artıq hamısı nədir? Məsələn, tarix müəllimliyi Şəki filialında oxuya bilərsiniz. Azərbaycan dili ədəbiyyat müəllimliyi Şəki filialında oxuya bilərsiniz. Yəni Şəki filialda mənə görə pedaqojinin filialları arasında ən yaxşısı hesab edirəm. İqtisad Universiteti, yəni İqtisad Universiteti haqqında sosial işdən danışırıq. Mən yenə %100 deyirəm ki, 487 balla sosial iş oxumağa dəyməz. %100 bunu deyirəm. Beynəlxalq münasibətlər tədrisi türk dilində olsun, yerində oxumağa 480 balla, 480 ballarla dəymir, qardaş. Gedin bunların yeni başqa universitetdə, başqa ixtisaslar oxuyun. Azərbaycan ədəbiyyat müəllimliyi Dillər Universitetində Azərbaycan dili ədəbiyyat müəllimliyini sıralasam, sırf Azərbaycan ədəbiyyat müəllimliyi üzrə danışıram. Birinci yerə yazaram Bakı Dövlət. İkinci yerə yazaram Pedaqoji Universitet. Sırf Azərbaycan ədəbiyyat müəllimliyinə görə deyirəm. Üçüncü yerə yazaram Dillər Universiteti. Yəni mənim Azərbaycan ədəbiyyat sıralamam bu şəkildə olar. Məsləhətdə bu şəkildə görürəm. Dil ədəbiyyat müəllimliyi ingilis dilində bəlkə də 3-cü qrupun və Dillər Universitetinin ən gözəl ixtisasıdır. Bu, yoldaşlar, xarici dil müəllimliyi. Baxın. Bir görürsünüz, bax burada bir xarici dil müəllimliyi var ingilis dili üzrə. Bir də var burada nə? Dil ədəbiyyat müəllimliyi. Yəni bunların fərqlərini sizə aydınlaşdıraq. Deməli mənim özüm də ingilis dili müəllimiyəm. Mən bu ixtisasda oxuyuram. Xarici dil müəllimliyi ingilis dili üzrə. Bu xarici dil ingilis dili müəllimliyi üzrə olan ixtisas olur Təbriz korpusunda. Dil ədəbiyyat müəllimliyi olur əsas korpusda. Burada əlavə ədəbiyyat yönümlü ixtisaslara üstünlük verilir və gələcəkdə ingilis sektor məktəblərdə ingilis dili və ədəbiyyatı ixtisasını seçəndə bu ixtisas daha bir öncəlik olacaq, yoldaşlar. Yəni bu da nəzərinizdə olsun. Sonra xarici dil müəllimliyi ingilis dili üzrə yenə mükəmməl ixtisasdır. Dil ədəbiyyat müəllimliyi ingilis dili ədəbiyyat üzrə və xarici dil müəllimliyi ingilis dili üzrə mükəmməl, hər ikisi Dillər Universitetinin mükəmməl ixtisaslarıdır. Azərbaycan ədəbiyyat müəllimliyi də çox mükəmməl ixtisasdır. Təhsildə sosial psixoloji xidmət, həqiqətən bu Azərbaycan Dillər Universitetində yaxşı şəkildə tədris olunur. Gözəl ixtisasdır. Filologiyada bayaqlar dedim, metodik oxuduğunuz sırada MİQ imtahanına buraxılasınız. Lakin bu hal-hazırda bu il üçün keçərlidir. Yəni gələcək illər üçün keçərli olub olmayacağını mən deyə bilmərəm. Bunu Təhsil İnstitutu, Elm və Təhsil Nazirliyi deyə bilər. Baxın, filologiya, burada regionşünaslıqlara gəlirəm. Regionşünaslıqlarda mütləq şəkildə seçə biləcəyiniz regionşünaslıq Çin üzrə olsun. Digərlərində zaten mən Bakı Dövlətdə dedim ki, Qafqaz ölkələri üzrə regionşünaslığı seçin və Çin üzrə regionşünaslıqları seçsəniz, mən daha çox bunları məsləhət görürəm. Tərcümə ixtisaslarına gələk. Tərcümə ixtisaslarının asılı heç birini məsləhət görmürəm birindən başqa. Tərcümə ixtisası erməni dili üzrə tərcümə ixtisası 376 balla get müəllim olmaq istəmirsənmi əzizim? Beynəlxalq münasibətlər oxumaq yerinə get tərcümə erməni dili üzrə oxu da. Mükəmməl ixtisasdır. Belə deyim, Alman dili, Fransız dili, İspan dili, yəni bunlar təşvik adamların iş tapacağı yerlərdir. Gələk Bakı Slavyan Universitetinə. İlk öncə Bakı Slavyan Universiteti, Dillər Universitetinə bir dənə qayıdaq. Dillər Universitetində bir mərkəzi Orta Şərqi Asiya ilə bağlı bir ixtisas açılıb və eyni şəkildə 3-cü qrupların qəbulundan psixologiya ixtisası açılıb ki, bunu hər adam hal-hazırda görməyib və yaxud da bilmir. İndi siz biləcəksiniz, müəyyən qədər bu videoda bu balların artımına kifayət eləyəcəyini deyə bilərəm. Bu psixologiya ixtisasında əgər mən deyərdim ki, 450-500 bal arasında siz deyilsə yer axtarırsınızsa, bu zaman bu ixtisası seçməyiniz ola bilər. Niyə də olmasın? Bakı Slavyan Universitetinə görə indi ki, bu keçən ilin balları olduğuna görə bura tarix müəllimliyi ixtisasını əlavə ediblər. Yəni əgər tarix müəllimi istəyən yoldaşlar da daha aşağı ballı yoldaşlarımız varsa, Bakı dövlətə düşmədiyi halda niyə Slavyan Universitetini seçə bilərlər? Həm şəhərin ortasında da, eyni şəkildə tədrisində də tarix müəllimi kimi yetişə bilərsiniz. Təbii ki, MİQ imtahanında heç kim baxmır ki, bu Slavyan Universitetinin tələbəsidir, yoxsa Bakı dövlət. Burada məsləhət görəcəyimiz ixtisaslar təbii ki, baxın mən bayaqlar nə dedim? Bedu, Atpu, Adu və ondan sonra isə Azərbaycan dil müəllimliyində Bakı Slavyan Universitetini seçə bilərsiniz. İngilis dili müəllimliyi üzrə də ixtisası 100% seçə bilərsiniz. İbtidai sinif olsun, məktəbə qədər təhsil olsun, təhsildə sosial psixoloji xidmət olsun, hamısı da seçilə biləcək ixtisasdır. Təbii ki, bu ixtisasın burada pik ixtisasım hansıdır? Təbii ki, rus dili və rus dili müəllimliyi olmalı. Rus dili müəllimliyini görmürəm mən burada. Rus dili üzrə təbii ki, bu ixtisası seçə bilərsiniz. Regionşünaslıq gələk, burada açıq seçiləcək
Məsləhətli bir regionşünaslıq yoxdur. Tərcümələr də eyni şəkildə. Arpdia, DİA-da dövlət ictimai münasibətlər, politoloq, baxın, burada 2 ixtisas. Dövlət və ictimai münasibətlər və hüquqşünaslıq ixtisaslarını seçə bilərsiniz. 511 balla, nə bilim, beynəlxalq münasibətlər və yaxud da DİA adına gedib beynəlxalq münasibətlər oxumağı məsləhət görmürəm. Eyni şəkildə politologiya. Yəni 580 ballan politologiya nədir ay qardaş? Yəni gələcəyi olmayan bir ixtisasdır. Yəni heç seçməyə də dəyməz politologiya ixtisasını. Okay, dövlət və ictimai münasibətlərin hüquqşünaslığı harda seçmək olar? Təbii ki, dövlət və ictimai münasibətlərdə seçəndə, yəni səni həmən dəqiqə işə qoymurlar da. O ixtisası oxuyursansa, xüsusi fəallığın olmalıdır. Yəni hüquqşünaslıq qədər konkret bir sahəyə yönəlmir. Onu da deyim sizə. Ada Universitetində ingilis dilində olduğuna görə bütün ixtisasları seçməyə dəyər və eyni şəkildə pulludur bunlar. Yəni bu artıq xüsusi bir kütləyə xitab eləyir. Mədəniyyət və İncəsənət Universiteti bunlar zaten kitabxanaçılıq və informasiya fəaliyyətidir. Bizcə burada tələb eləməyən, qabiliyyət tələb eləməyən qalan ixtisaslar eyni şəkildə sosial işlər. 4,9 baldan ay Allah, pulsuz sosial iş oxumağın qəti şəkildə yeri yoxdur. Turizm Menecment Universiteti beynəlxalq müstəvi tərcümə heç birini, yəni məsləhət görmürəm. Müəyyən bal aralığında. Milli Aviasiya Universitetində təbii ki, hüquqşünaslıq ixtisası məsləhətdir. Mənə görə ən yaxşı hüquqşünaslıq ixtisası Dövlət Gömrük Akademiyası Komitəsinin akademiyasındadır. Mənə görə ən yaxşı hüquq ixtisası təhsili oradadır. Keçək Qarabağ Universitetinə. Qarabağ Universiteti haqqında bir dənə məlumat verəcəm. İlk öncə gəlim Qarabağ Universitetinə. Qarabağ Universitetində artıq müəyyən bir bal limiti olacaq. Məsələn, 350 balın olmalıdır ki, sən müəyyən ixtisasları seçəsən. Yəni xarici dil müəllimliyi, əzbə dil müəllimliyi, tarix müəllimliyi, beynəlxalq münasibətlərdən və tarixdən başqa digər bütün ixtisasları seçməyiniz məsləhətdir. Naxçıvan Dövlət Universiteti də digər universitetlər kimi eyni məsələni artıq olur. Gəncə Dövlət Universiteti eyni şəkildə. Gəncə Dövlət Universitetində məsələn Azərbaycan dil ədəbiyyat müəllimliyi məsləhətli ixtisasdır. Yəni yaza bilərsiniz. Gələk burada Mingəçevir. Yəni yoldaşlar, Sumqayıt və s. Təbii ki, Sumqayıt ərazisində yaşayanlar və s. Sumqayıtda yenə məsləhət dediyim ixtisasları seçə bilərlər. Mən getmək istəyirəm ki, Mingəçevirə. Qardaş, əgər regiondasansa, başda bilirsiniz bu nə deyək? Kirayələr bahadır, digər məsələlər bahadır. Mingəçevir Dövlət Universiteti universitet olaraq %100, bax burada tarixlə, sosial iş və filologiyanı çıxıram. Bax bu üçünü çıxdıq. Bunları X deyək. Bax bu üçünü çıxmaqla mən 3-cü qruplara %100 əminliklə məsləhət görürəm ki, gedin siz Mingəçevir Dövlət Universitetində oxuyun. Xüsusilə də bax bu xarici dil müəllimliyi uşaqlar. Siz bilmirsiniz, KT sertifikatı orada təmin olunacaqsınız. ITEC-lə əməkdaşlıqları var və sair axır. Yəni mən ümumiyyətlə bəlkə də son 2 ildə ən çox araşdırdığım universitetlərdən biridir. Mütləq şəkildə məsləhət görürəm ki, bu universiteti seçin. Lənkəran Astara Masallı Lənkəran ərazisində işləyən, oxuyan tələbələr, abituriyentlər də Lənkəran Dövlət Universitetini seçə bilərlər. Kooperasiya heç bu artıq aşağı ballı yoldaşlar üçündür. Azərbaycan Universiteti. Gələk Azərbaycan Universitetinin hansı universitet haqqında danışa bilirəmsə elə danışmaq istəyirəm. Baxın, burada bilirsiniz zaten az ballı uşaqlar oxuyur. Xahiş edirəm, oxumayan, fırladan oğlanlar xüsusilə bu universitetə gəlməsin. Niyə? Çünki bu universitetdə pul keçmir. Bu universitetdə ciddi imtahan sistemi var, çətin imtahan sistemi var. Əgər o kitab qurdu, amma aşağı bal toplayan xanım və yaxud da oğlan abituriyentlər, oğlan abituriyentlər bal azdır. Yəni burada nətər deyim, inqilabda çayçıya gedəsənsə, digər məsələlər eləyəsənsə, sən burada oxuyamayasan. Və kəsirlərin arda-arda toplanacaq. Eyni şəkildə gəlib 1 il 6 ay əsgər çəkərsən, nə də diplom ala bilməyəsən. Ona görə yəni bu universitetdə aşağı balınız olsa belə oxumaq istəyirsinizsə, siz burada artıq nə etməlisiniz? Oxumalısınız, çünki imtahan sistemi həqiqətən çətindir. Yəni oxumayan, çöplədən şagirdlər burada ola bilməz, abituriyentlər ola bilməz. İxtisaslar haqqında zaten burada da danışmışıq. Xəzər Universiteti mütləq şəkildə 3-cü qrupamsa 585 balım varsa, mən burada %100 deyərdim ki, xarici dil, ingilis dil, tədris ingilis dilində olan ixtisası götürərdim. İbtidai sinif tədris ingilis dilində olan ixtisası götürərdim. Başqa çox götürəcəyim bir ixtisas yoxdur. Avrasiya Universiteti, regionlardır, odlar yurdudur. Aşağı balım var, get, odlar yurdunda xarici dil, ingilis dil müəllimliyi oxu. Bu qədər yoldaşlar. Hər birinizə uğurlar arzu edirəm. İnşallah hər kəs istədiyi universitetə
qəbul olar. Bu günlərin 3-cü qruplar haqqında danışdıq. İnşallah gələn videoda da 2-ci qruplar haqqında danışacağıq. 1-ci qruplar haqqında danışacağıq və 4-cü qruplar haqqında danışacağıq. Sağ olun, salamat qalın.